Bu hadisələr təxminən 13-cü əsrin əvvəllərində Asiyanın mərkəzində baş verir. Əslində bu elə bil bir fırtına idi. Bu fırtına getdikcə güclənirdi və əvvəlcə Çinə hücum etdi. Orada qədim mədəniyyəti dağıtdı. Sonra isə daha qərbə, yəni Əfqanistan və İrana doğru irəlilədi. Bu dağıdıcı ordunun başında duran liderin qurduğu imperiya tarixdə görünməmişdi. Sonda onlar Sakit Okeandan Avropaya qədər nəhəng bir ərazini ələ keçirəcəklər. Monqolistanın ucqar yerlərindən gələn qəddar, lakin bacarıqlı döyüşçülər hamısını birləşdirən bir adamın ətrafında toplanmışdı. Bu lider bütün dünyanı fəth etməyi qarşısına məqsəd qoymuşdu. Onun Mərkəzi Asiyada hakimiyyətə gəlməsi tarixi tamamilə dəyişdirdi. O, bütün bir xalqa başçılıq etdi. Sərhədləri dəyişdirdi və yeni dövlətlər qurdu. Deyilənə görə planı üçün yoluna çıxan milyonlarla insanı öldürdü. Bu adam həm dahi, həm də çox qəddar idi. Qan tökməkdən çəkinməyən bir döyüşçü, amma çox ağıllı siyasətçi idi. Xalqlara hökmranlıq edir və bütün mədəniyyətləri məhv edirdi. Bütün bu işləri görən bir nəfər idi. Çingiz xan. O, hamının qorxduğu bir fiqur idi. Həmin dövrdə, yəni 12-ci əsrin sonlarında Avropada həyat inkişaf edirdi. Amma Asiyanın o biri başında Çin mədəniyyəti də güclü idi. Bu iki böyük qüvvənin arasında səhra, meşə və çəmənliklərdən ibarət sərt bir ərazi yerləşirdi. Bu yer Mərkəzi Asiyanın, indiki Monqolistanın çölləri idi. Qədimdə Çinlilər bura sadəcə barbarların torpağı deyirdilər. Burada köçəri döyüşçü qəbilələri yaşayırdı. Tatarlar, Monqollar, Merkitlər və Naymanlar. Çin yaşayış yerlərini onların basqınlarından qorumaq üçün məşhur Böyük Çin səddi tikmişdi. Bu divar 2300 il əvvəl tikilsə də Çinin gücünü göstərirdi. Lakin 13-cü əsrdə qitənin Çindən gələn yeni bir təhlükə peyda oldu. Bu təhlükənin adı tarixə silinməz iz qoyan bir adam idi. Çingiz xan. Bu məşhur şəxsiyyət sonradan ən məşhur, daha doğrusu ən qorxunc hərbi rəhbərlərdən biri oldu. O, cəmiyyətin ən alt təbəqəsindən gəlirdi. Əsl adı Timuçin olan Çingiz xan təxminən 1165-ci ildə çöldə dünyaya gəlib. Cəmi 13 yaşında gələcək böyük xan artıq bir qatilə çevrilmişdi. Bu, onun gələcək amansız həyatının ilk işarəsi idi. 1180-ci ildə Timuçin artıq 15 yaşında olanda yaxşı ovçu idi. Qardaşlarından fiziki cəhətdən daha güclü idi. Qardaşları tezliklə onun təsiri altına düşdülər. Anası da onun gücünü hiss edib ailənin idarəsini ona verdi. Onun adı qonşu qəbilələr arasında yayılsa da, çöllərin qəddar dünyasında hamı bir-birinə şübhə ilə yanaşırdı. Timuçinin atası öldükdən sonra düşmən qəbilə gələcəkdə onlara problem yaradacağını düşünərək Timuçini aradan götürmək qərarına gəlir. Onlar Timuçinin düşərgəsinə basqın edib onu tutmaq istədilər. Amma o qaçdı. 9 gün sonra onu zəif vəziyyətdə tapdılar. Geri gətirib boynuna ağır taxta qandal taxdılar. Bir neçə gün sonra düşərgədə bayram oldu. Əsirlər əylənərkən Timuçin ona nəzarət edən gənc adamı aldatdı. Qandalla qaçmağın çətin olduğunu görüb gözətçini şantaj etdi. Əgər məni tapsalar deyəcəm ki, sən məni görüb heç nə etməmsən. İndi mənə kömək et. Qandalları çıxar və mənə at ver. Bu hilə ilə o qaçmağı bacardı. 1180-ci ildə 16 yaşında Timuçin evlənmək qərarına gəldi. Atası ölmədən əvvəl nişanlandığı qız Börte üçün geri döndü. Toyda gəlinin ailəsi Timuçinə dəyərli samur xəzindən kürk hədiyyə etdi. Timuçin arvadını anasının yanına qoydu və kürkünü götürüb getdi. O, bu kürkünü mərhum atasının dostu olan Toğrul xana hədiyyə etdi. Monqollar arasında belə bir adət var idi ki, ittifaqı möhkəmləndirmək üçün kiməsə dəyərli hədiyyə verməklə onun sadiqliyini qazanırdın. Timuçin Toğrula yalvardı ki, vaxtilə onu və ailəsini tərk edən qəbilələrin sədaqətini bərpa etməkdə ona kömək etsin. Toğrul söz verdi. Tezliklə bu razılaşma hər yana yayıldı. Başqa qəbilələr də Timuçinə birləşməkdə kömək etməyə hazır idilər. Ancaq qəfil bir fəlakət oldu. Səhər tezdən Merkitlər Timuçinin düşərgəsinə basqın etdilər. Bu, vaxtilə Timuçinin atasının onun anasını qaçırdığı qəbilə idi. İndi qisas almağa gəlmişdilər. Onlar düşərgədəki bütün qadınları qaçırdılar. Timuçin və ailəsinin əksəriyyəti qaçsa da, onun gənc arvadı Börte geridə qaldı. Timuçin bilirdi ki, Börte əsirlikdədir və Merkitlərin ona nə edəcəyini bilmirdi.
Əslində o, sağ qalmaq üçün arvadını qurban verməyə qərarına gəlmişdi. Lakin sonra Timuçin iki qardaşı ilə birlikdə Toğrulun yanına getdi. Samur kürkünün hədiyyə edilməsi ilə möhkəmlənmiş razılaşmadan istifadə etməyin vaxtı idi. Toğrul dedi, mən sözümü tutacam. Merkitləri məhv edəcəm və arvadım Börtəni sənə qaytaracam. Toğrul Timuçinin uşaqlıq dostu, indi isə qonşu qəbilənin başçısı olan Camuka'dan da kömək istədi. Bir neçə ay ərzində 5000-dən çox adam toplayıb Börtəni axtarmağa getdilər. Onlar Merkitlərə hücum edib onları məğlub etdikdən sonra düşərgənin mərkəzində Börtəni tapdılar.